Qarabağdan gələn namələr. Bir namə yazmışam can üzə-üzə. Bad-i-səba, apar sən o gül üzə. Soruşsa yar ki, bu kimdəndir bizə? Söyləgilən, sizin divanədəndir. Qarabağ namələr. Qədim Qarabağdan bugünümüzə gəlib çatan ədəbi bədii nümunələrin də hər biri elə Qarabağdan gələn namələr qədərindədir. Beləliklə davam edirik. Qarabağdan gələn namələr. Qarabağ namələr. Orta əsr və sol orta əsr Qarabağ ədəbiyyatı haqqında danışırıq. Müşahidələr Azərbaycan türk mədəniyyəti və ədəbiyyatının təşəkkülü və əsasının Qarabağ ədəbi mühiti ilə bağlı olduğunu deyir. Qarabağ yazılı ədəbiyyatının ilk nümayəndəsi kimi elmi ədəbiyyat 7-ci əsr şairi Davdağı nişan verir. Davdağ kim idi? Onun dövrümüzə gəlib çatan yeganə əsəri var. O da ağ janrındadır və tərcümə olunmuş bir şeirdir. Bu şeir Albanların Partav Bərdə rəhbəri Cavanşirin erməni keşişlərinin göstərişi ilə qətlə yetirilməsinə təəssüfdən doğan bir əsərdir. Qeyd etmək lazımdır ki, Davdağ bəzi mənbələrdə Dəvdək kimi təqdim edilir. Şair ağanı Alban əlifbasının bütün 52 hərfindən istifadə eləməklə yazıb. Bu arada Partav sözü də Bərdənin köhnə adıdır. Belə ki, Sasanilərin 5-ci əsrdə Albaniyanın işğalından sonra qədim adı Partav olan Bərdə Albaniyanın paytaxtı olub. 10-cu əsr Qarabağ ədəbiyyatına aid edilən mənbələr barədə məlumatlar da bugün əlimizə Qarabağdan gəlib çatan namələr kimi qəbul edilir. Onuncu əsrdə ərəb dilində Azərbaycan ədəbiyyatının baniləri sayılan imzalar var. Əbu Bəkir Əhrət Əl-Bərdəyi, Məkkə bin Əhməd Bərdəyi, Xətib Bağdadi, Məhəmməd Əl-Bərdəyi, Əhməd ibn Əl-Hüseyn Əbu Səid Əl-Bərdəyi, Əbu Əli Əl-Bərdəyi, Səid ibn Əl-Qasım Əl-Bərdəyi, Əbu Səid ibn Yahya Əl-Bərdəyi. Bu adlar təkcə Azərbaycanın deyil, bütün İslam aləminin tanınmış alim və filosoflar olublar. Bu yazarların məhz Bərdəyi, yəni Bərdəli soyadını daşımaları Qarabağ haqqında bütün həqiqətləri bir daha ortaya qoyur. Bərdəyinin tarixi isə ən azı Dahi Nizaminin öz dövrünə möhürlənib. Bərdə nə gözəldir, necə qəşəngdir, yazı da, qışı da, güldü, çiçəkdir. Senari müəllifi Sevda Ayaz qızı, rejissor Əli Hüseynov, aparıcı isə Məmməd Bağır Eyvazov idi.